Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün köklə çuğundur salatı hazırlayıram. İkisini bir yerdə canlıda çəkmişəm. Amma canlı uzundur, yəni 1 saatdan da çoxdur. Onu heç kəs baxıb burada onu elə hazırlamağın çətin olar. Ona görə də kökü də, çuğunduru da 3 dəqiqəlik video çəkirəm. YouTube kanalıma qoyuram ki, sizə izah eləyirəm. Siz də rahat baxırsınız, hazırlayırsınız. İndi çuğundur salatını hazırlayıram mən. Deməli, çuğunduru təmiz yumuşam, qaynatmışam. İndi qabığını soyuram. Sürkəcdən keçirdəcəm. 6-7 dənə belə, 7 dənə çuğundurdur. Görürsünüz, xırda çuğundurdur. 7 dənə çuğunduru qəşəng keçirdirəm belə. 2 diş sarımsaq əlavə eləyəcəm. Onu da xırda-xırda doğrayacam. Qoz ləpəsi çəkmişəm. Yarısını çuğundura vuracam. Yarısını da kökə. Yəni, indi mən çuğundurdan sizə danışıram. Kökü də onun dalıca danışıb verəcəm. Sarımsağı da sarımsaq keçirdindən daha doğrusu doğramıram. Keçirdirəm. Əməlli başlı da qoz ləpəsi vururam. Yəni, reseptdən çox vururam qoz ləpəsi. Çünki qoz ləpəsi dadlı eləyir. Bildiyiniz kimi çuğundurdur, qoz ləpəsidir, duzdur, istiyotdur, mayonezdir, kök də elə. Yəni bunun belə bir şeyi yoxdur. Amma o qədər dadlı, ləzzətli salatdır. Yəni asan başa gələn, ucuz başa gələn salatdır. Yeni ildə paytaxt salatı eləyirik, başqa salat eləyirik. Bunu da eləyirik, stolda gözəl görsənsin, bəzəyi versin sonra, həm də ki dadlıdır, həqiqi çox ləzzətlidir. Məsələn, biz ailəvi bu salatı çox xoşlayırıq, həmişə də elədiyimiz salatdır. İndi əlavə salatdan da bölündə bunu eləyərsiniz qəşəng. Yeni il bayramımızda süfrözü bəzəyərsiniz. Çuğundurun, mayonezin də vurdum, duzun, istiyodun qəşəng qarışdırıram. Haradasa bir 4 xörək qaşığı mayonez vurdum, kök. Çuğundur kökdən çox idi. Çuğundur ona görə çoxdur. Kökə 3 qaşıq dolu mayonez vuracam. Xama da vura bilərsiniz. Qəşəng qarışdırıram. Hamısı qarışır bir-birinə. Ondan yığıram qaba. Səliqəyə salıram. Yəni ki, bəzəyirəm. Bəzəyi də bunun budur ki, belə səliqəyə salandan sonra ləpə ilə üzərinə qoysan. İçərisində də ləpə var da. Ləpə olanda, nar olanda, nə olanda salatın üzərini onunla bəzəyirsən, bilinir ki, onun içərisində bu ərzaqdan var. Sağ olun, sağlıqla qalın.